A çoxluğu məxrəci 10 olan düzgün kəsrlər çoxluğudur. Bu çoxluğa daxil olan ən böyük iki kəsin cəmini tapın. A çoxluğu deməli məxrəci 10 olan 10'da 1 düzgün kəsirlərdir. 10'da 2 ta ki 10'da 8 və 10'da 9'a qədər var. Çünki 10'da 10 düzgün olmayan kəsirdir. 9 elementi var bu çoxluğun. Ən böyüyü də 10'da 8 və 10'da 9'dur. Bunların cəmini tapmalıyıq. O da bərabərdir 10'da 17 və ya 1,7. Cavab A bəndi 1,7. İki zər atıldıqda düşən xalların fərqli olması hadisəsi üçün əlverişli halların sayını tapın. İki zər atıldıqda mümkün halların sayı 36'dır. Hər bir zərdə 6 hal var və həmin 6 halın hər birinə uyğun da digərində 6 hal olduqda 6 vur 6 36 hal olur. Məsələn 1 1 1 2 1 3 1 4 1 5 və 1 6 düşə bilər. 2 1 ilə də həmin 6 hal burada olmalıdır. Mesela burada 2 6'dır. Sonra 3 1 4 1 5 1 və 6 1. Bu mümkün halların sayıdır və hər birində sonuna qədər 6 olan halı var. Sanki bu cədvəlin eni və uzunluğu 6 6'dır. Burada 6'dır, bu tərəfi də 6. Burada 36 mümkün hal var. Bizdən isə əlverişli hallar hansıdır? Soruşulan halların fərqli olması. Halları eyni olan 6 dənədir. 1 1 2 2 3 3 4 4 burada 5 5 və 6 var. Yəni 6 dənəsi hallar eyni olandır. 36 haldan 6'sını çıxsaq 30 halda da hallar fərqli olacaq. Düzgün cavab A bəndi 30. Tam həlləri çoxluğu -2, -1, 0, 1, 2, 3 olan ikiqat bərabərliyi hansıdır? Tək-tək baxaq. A bəndinin tam həlləri çoxluğu deməli -3 daxil deyil, -2-dən başlayır. Ta ki ən sonuncu, ən böyük tam ədəd burada 2'dir. Çünki 3'dən kiçik olmalıdır. B bəndinə baxsaq, deməli -1'dən başlayır və müsbət 3'ə qədər. Bu da cavab deyil. C bəndinə baxaq. C bəndində deməli -3'dən kiçik -2 var, -1 var. Digər tərəfdən 4 olduğuna görə 3 var. Bu da bizim verilən çoxluğu da eynidir. D bəndində isə -1'dən başlayır. Digərlərini yazmaya ehtiyac yoxdur. Çünki cavab deyil. Deməli tam həllər çoxluğu verilmiş çoxluq olan ikiqat bərabərlik C bəndəki bərabərlikdir. Cavab C bəndi. Zəri bir dəfə atdıqda düşən xalın 30'un böləni olması ehtimalını tapın. Zəri bir dəfə atdıqda 6 fərqli xal düşə bilər. 1 2 3 4 5 6. Yəni mümkün halların sayı qısa hərflərini yazıram, baş hərflərindən mümkün halların sayı bərabərdir 6'ya. 30'un böləni olan hansılardır? Əlverişli halların sayını tapaq. Əlverişli halların sayı bərabərdir. 1'dir, 2'dir, 3'dür, 5 və 6. Bir dənə 4 30'un bölən deyil. Yəni 5 dənə əlverişli halların sayıdır. Onda ehtimal bərabərdir. 5 bölünsün 6 olacaq düzgün cavab. A bəndi 6'da 5. 126, 108 və 84 ədədlərinin ən böyük ortaq böləni tapın. Bunun üçün bu ədədləri sadə vurğularına ayırmalıyıq. 126 cüt olduğuna görə 2'yə bölünür. Olur 63. 3'ə bölünür 21. 3'ə 7, 7, 7'yə 1. 108 də vuruqlara ayıraq. 108 də cütdür 2'yə bölünür. Alınır 54. 2'yə bölünür 27. O da 3'ün kubudur. 9, 9 3'ə. 3 də 3'ə 1. 84'ü vuruqlara ayıraq. 84 cütdür 2'yə bölünür 42. Yine 2'yə bölünür 21. 3'ə 7, 7'yə 1. Əbubunu tapmalıyıq. Əbub bərabərdir. Ədədləri yazmıram bura. Bərabərdir. Deməli 2 var hər üçündə. 2 vurulsun 3 var. 3. Digər ortaq vuruq hər üçün olan yoxdur. Buradakı 3 deməli sonuncusunda yoxdur. Burada 7 də ikincisində yoxdur. Ona görə də növbəti vuruq yoxdur. Olub 2 vur 3 bərabərdir 6. Əbub oldu 6. Cavab B bəndi. Aşağıdakılardan hansını sonlu onlu kəsr şəklində göstərmək olar? Bunun üçün kəsirləri tək-tək bölüb göstərmək də olar. Amma biz qaydaya görə yazaq. Qayda bilədir ki, ixtisar olunmayan kəsirin məxrəci 2 və 5 vuruqlarından ibarət olmalıdır. Bunlardan başqa vuruq varsa artıq o sonlu onlu kəsr ola bilməz. Burada məxrəc 3'dür. Ona görə bu sonlu ola bilməz. Burada məxrəc 2'nin kvadratıdır. 4'də bu sonlu olur. Həm də bu 0'dan %25'ə bərabərdir bilirik. Burada məxrəc də 2 vur 3'dür. 3'ə görə bu da olmaz.
9'a 1 məxrəci 3-ün kvadratıdır. Bu da olmaz. Cavab oldu B bəndi 4'də 1. 50 dərəcə Farenheitin Selsi qiymətini hesablayın. Deməli, düstur belədir. Farenheit qiymət, bunu dırnaq içərisində yazıram ki, bu Farenheitin qiyməti olmalıdır burada. Bərabərdir 1,8 vurulsun Selsi qiyməti, üstə gəlinsin 32 düsturuna görədir. Bizdə Farenheit qiyməti var 50'dir. Bərabərdir 1,8 vurulsun Selsi, üstə gəlsin 32. 32 sonra keçirsək 50 çıxılsın 32 olur 18. 18 bərabərdir 1,8 vurulsun Selsi. Buradan da Selsi bərabərdir 10 olmalıdır. Cavab A bəndi 10. Şəkil eyni ölçülü kvadratlardan ibarətdir. Şəklin hansı hissəsi rənglənmişdir? Kvadratların ümumi sayını tapaq. Deməli, sütun boyunca baxsaq 1, 2, 3, 4, 5, 6 dənə kvadrat buradadır. Sətr boyunca baxsaq 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə də buradadır. Deməli, ümumi kvadratların sayı 48'dir. 6 vur 8 bərabərdir 48. Biz tapmalıyıq rənglənmişləri. Deməli, 1, 2 bunları saymalıyıq. 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15 kvadratsa rənglənib. Deməli, 15 bölünsün 48'i ixtisar edə bilərik 3'ə. Alınır burada 5 bölünsün 16. O da cavablarda var. Cavab C bəndi 16'da 5. 2 zər atıldıqda düşən halların hasilinin sadə ədəd olması hadisəsində ehtimal tapın. Mümkün halların sayı 2 zər atıldıqda 36 dənədir. Bərabərdir 36. Deməli 1, 1, 1, 2, ta ki 1, 6, 2, 1, 2, 6, bir də daha doğrusu bu 6, 1'dir aşağıdakı. Bu 6, 1'dir. Sonra 6, 2 var və 6, 6'ya. Burada da 2, 6, 3, 6 devam edir. Yəni hər bir zərin, birinci zərin hər bir rəqəminə, ikinci zərin hər bir rəqəm də yanına yazılaraq 36 hal mümkündür. Deməli 6 belədir, 6 belə. Burada oldu 6 vur 6, 36 mümkün hal. Bizdən soruşur sadə ədəd olması hasili. Hasil sadə ədəd ya 2 ola bilər, ya 3, ya da 5. Digər halda hasili sadə ədəd ola bilməz burada. Hasil 2 olan 2 dənədir. 1, 2 və 2, 1. 3 olan da 2 dənədir. 1, 3, 3, 1. 5 olan yenə 2 dənədir. 1, 5 və 5, 1. Ümumi bunların sayı, yəni əlverişli halların sayı, əlverişli halların sayı, baş hərflərini yazdıq bura, oldu 6. Mümkün halların sayı, burada yazmışdıq baş hərflərini 36 idi, əlverişli isə 6'dır. Onda ehtimal P bərabərdir 6 bölünsün 36 olur. İxtisar yaparsaq A-nın 6'da 1. Cavab B bəndi 6'da 1. Ulduz işarəsinin yerinə aşağıdakilərdən hansı yazılarsa modul A ulduz 0 bərabərsizliğini ödəyən yeganə ədəd olar. Bir yoxlayaq. A bəndinə baxaq. Modul A kiçikdir 0. Belə bir şey mümkün deyil. Çünki istənilən ədədin modulu 0'dan böyük və ya 0'a bərabərdir. Bu boş çoxluqdur. Bu olmadı. Bizdə yeganə həlli olanı soruşur. Modul A böyükdür 0 yazsaq B bəndə. Burada 0'dan başqa bütün ədədlər bunun həllidir. Yəni yeganə yox, burada sonsuz sayda həll var. C bəndində modul A kiçik bərabərdir 0. Bu ancaq A bərabərdir 0'da ödənir. Yeganə həlli var. Bəli, budur. Cavab elə C bəndidir. D bəndini yoxlayaq. Modul A böyük bərabər 0. Bu isə A-nın istənilən qiymətini ödənir deməkdir. Bunu yazma ehtiyac yoxdur. Çünki bizdən yeganə həlli olanı soruşur. Cavab oldu C bəndi kiçik bərabərdir. Aşağıdakı ədədlərdən hansı 12'yə qalıqsız bölünür? 12'yə qalıqsız bölünən ədədlər 3'ə və 4'ə qalıqsız bölünən ədədlərdir. 3 vur 4 12'yə bərabərdir. Bu bütün hallarda doğru deyil. 2'yə və 6'ya bölünən ədədlər 12'yə bölünür deyə bilmərik. Məsələn 18'də bu ödənmir. Bunlar qarşılıqlı sadə olmalıdır. İndi bəndlərdən 3'ə və 4'ə bölünənlər yoxlayaq. 3'ə bölünmə əlaməti rəqəmləri cəmi 3'ə bölünən ədədlər 3'ə bölünür. Onu tətbiq etməliyik. A bəndində rəqəmləri cəmi 11 üstəgəl 15 olur 26. Bu 3'ə bölünmür. A bəndi deyil. B bəndi ədəddəki rəqəmlərin cəmi 9 və 15 olur 24. Bu 3'ə bölünür. Bunun 4'ə bölünməsini yoxlamalıyıq. C bəndində deməli, ədəd rəqəmlərin cəmi 7 üstə gəlsin 11, 18'dir. Bunu yoxlamalıyıq. D bəndində isə ədədin rəqəmlərin cəmi 11 üstə gəlinsin 6, 17'dir. 3'ə bölünmür. D bəndi də silinməz. Çünki 3'ə bölünmür. Qaldı B və C. 4'ə bölünən ədədlər, 4'ə bölünmə əlaməti
ədədin son iki rəqəmindən ibarət ədədə baxmalıyıq. Yəni 69 və 56. Hansı 4-ə bölünürsə, həmin ədəd 4-ə bölünür. 69 tək olduğuna görə 4-ə bölünmür, yəni B bəndi deyil. Cavab olur C bəndi. Deməli, 3456 ədədi 56 ilə bitdiyinə görə 4-ə, rəqəmlərin cəmi 7, 11, 18 olduğuna görə 3-ə qalxısız bölünür, yəni 12-ə qalxısız bölünür. Cavab C bəndi. Ədəd oxu üzərində A 3,4 və B -2,6 nöqtələr arasındakı məsafəni tapın. Deməli, A nöqtəsini qeyd edək. A nöqtəsi koordinatı 3,4-dür. B nöqtəsi də solda yerləşir. Kiçikdir ondan. Koordinatı -2,6-dır. Məsafəni soruşur. Məsafə bunların koordinatları fərqinə bərabərdir. Bunu adətən belə yazırlar. BA modulda bərabərdir. Modulda 3,4 çıxılsın -2,6. Böyükdən kiçik çıxana modul yazmasaq da olar. 3,4 üstə gəlsin 2,6 bərabərdir 6. Cavab D bəndi 6. -5,5 və 6,6 ədədi arasında yerləşən tam ədədlərin sayını tapın. Bu ədədləri daha yaxşı görmək üçün ədəd oxu çəkmək daha yaxşıdır. Ədəd oxunda 6,6-nı qeyd edək, təxminən olsun burada. -5,5 də bura qeyd edək. -5,5-dən böyük -5 var. Sonra -4. Ta ki burada da 6-ya qədər burada tam ədədlər yerləşir. Bunların sayını tapmalıyıq. Deməli, -5, -4, -1, 0, 1 və 6-ya qədər. Mənfilərin sayı 5 dənədir. Bir dənə 0 var. Müsbətlər isə 6 dənədir. Bunların sayını tapırıq. 5 üstə gəl 1, üstə gəl 6 olur. 12 ədəd. Cavab A bəndi 12. Elvin fikrində 2 rəqəmli bir ədəd tutdu. Bu ədədin 2 rəqəmi ilə başlaması ehtimalını tapın. Bütün 2 rəqəmli ədədlərin sayını tapaq. Deməli, ən kiçiyi 10-dur. 11 ta ki 99-a qədər. Bunların sayını tapsaq, bu olacaq mümkün halların sayı. Mümkün halların sayı bərabərdir. Deməli, ilk 9 dənəsi burada yoxdur. 1-dən 9-a qədər olanları yoxdur. Deməli, 99 ədəddən 9-u yoxdur. Olur 90 dənə 2 rəqəmli ədəd. Əlverişli halların sayını tapaq. Bu ədədin 2 rəqəminə başlaması. Yəni 20, 21 ta ki 29-a qədər. Bunların sayı da 10-dur. Əlverişli halların sayı bərabərdir 10. Deməli, ehtimal P bərabərdir 10 bölünsün 90. O da bərabərdir 9-da 1. Dövr kimi yazılmalıdır. Çünki 9-da 1 0-dan dövrdə 1-dir. Cavab olur B bəndi 0-dan dövrdə 1. Verilmiş ifadənin qiymətini hesablamalıyıq. Burada ortaq qrupları mötərizə xaricini çıxaraq ilk ikisindən 1,5-i çıxartmaq olar. Qalacaq 3,5 üstə gəl 2,5 çıxılsın. Burada da 0,175 çıxır mötərizə xaricini. Ortaq qrupdur. 2,4 üstə gəlsin 1,6 bərabərdir. 1,5 vurulsun 6 çıxılsın 0,75 vurulsun 4. O da bərabərdir. 1,5 2-də 3 vur 6 çıxılsın 4-də 3 vur 4 yaza bilərik. Bərabərdir. Deməli, 2-də 3 6-ya vuranda alınır 9 çıxılsın. 4-də ixtisar gedir qalır 3 bərabərdir. Alınır 6. Cavab B bəndi 6. Əküb 24A bərabərdir A olarsa A aşağıdakılardan hansı ola bilər? Buradakı bu A cavabdakı A 24-də bölünməlidir. Yəni 24-ün bölünəni olmalıdır. Bəndlərdən 24-ün bölünəni olan ədədi seçməliyik. 12 deyil, o böləndir. 36 24-də bölünmür. 72 bölünür. 84 isə 24-də bölünmür. Cavab olur C bəndi 72. Verilmiş ədədlər sırası üçün aşağıdakılardan hansı ən böyükdür? Tək-tək baxaq. Ədədləri birinci artan və ya azan sıraya düzək. Artan sıraya düzürlər. 8, 3 dənə 10 var. Sonra 2 dənə 12 var. Və bir dənə də 18. Cəmi 7 ədəddir. Burada moda 10-dur. 3 dənə 10 var, bunu görürük. Median ortadakı ədəddir. O da 10-dur. 7 ədəddir, ortadakı ədədi var. Ədəd orta bunların cəminin sayına nisbətli gəlin toplayaq. Deməli, 8 üstə gəl 3 dənəsi 30, üstə gəl 24, üstə gəl 18 bərabərdir 38. Burada isə 42. Bunları toplayanda alınır. 38 və 42 olur. Deməli, 80. Ədədlərin sayı isə 7 dənədir. 80 bölünsün 7 olur. Ədədi orta. 80 böl 7. O da bərabərdir
11 tam 7'də 3. Bu oldu 11 tam 7'də 3. En büyük fərq isə burada bərabərdir 18 çıxılsın 8'ə. Yəni 10'a. Deməli, moda median en büyük fərq 10'dur. Ədəd orta isə 10'dan böyük. 11 tam 7'də 3'dür. Əsas bizə böyük olmaq lazımdır. Cavab oldu C bəndi. Ədədi orta. Elvin 20 qəpik metal pulu 5 dəfə atır və düşən üzləri cədvəldə qeyd edir. Cədvələ əsasən 20 qəpik metal pulu atdıqda xəritə olan özünün düşməsi hadisəsinin nisbi tezini tapın. Cədvələ əsasən, yəni bu cədvəldəkinə baxmalıyıq. 5 dəfə atıbdır. Mümkün halların sayı 5'dir. Bunu P ilə işarə edir. Nisbi tezlik ehtimal deyil, amma ehtimal kimi hesablanır. Həmin işləyə baxmayaq. Deməli, mümkün halların sayı 5'dir. 5 dəfə qəpik pulu atıb. Bizə soruşur xəritə olan üzü. Xəritə olan üzü düşməsi isə 3 dəfədir. 1, 2, 3. Olur 5'də 3. O da bərabərdir. 0,6. Cavab D bəndi. 0,6. Surəti 28 olan düzgün olmayan kəsirlərdən neçəsinin qiyməti tam ədəddir. Demək, bu kəsirlər hansındadır? 1-də 28-dən başlayır. 2-də 28. Ta ki, ən son 28-də 28. Bunlardan hansının qiymət tam ədəddir? Hansında ki 28 məxrəcə tam bölünür, onda qiymət tam ədəd olur. Məsələn, burada 28'dir, burada 14'dür. Burada yoxdur, tam deyil. Bir də ən sonunda 1'dir. Deməli, 28'in bölündüyü natural ədədlərin sayını tapmalıyıq. 28'in natural bölünənlərini tapırıq deməkdir. Bu 28'i buluqlar ayırırıq. 2-nin kvadratı vur 7 üstü 1'dir. Natural bölünənlərin sayı 2 üstə gəl 1 vurulsun. 1 üstə gəl 1 bərabərdir. 3 vur 2 olur 6. 6'sının qiyməti tam ədəddir. Cavab B bəndi. Aşağıdakı ədədlərdən hansı modula 4x çıx 5 kiçik bərabərdir 5 bərabərsinin həlli deyil? Tək-tək yoxlayaq. Birinci 4 vur 0 çıxılsın 5 modulda. Bu bərabər olur. Deməli, modulda -5. Bu da bərabərdir 5'ə. 5 də kiçik bərabərdir 5 doğrudur. Bu həldir. İkincini yoxlayaq. Deməli, bu A bəndini yoxlamışıq. B bəndinə baxaq. X-in yerinə qoymalıyıq 1. 4 vur 1 çıxılsın 5 bərabərdir modulda 4 çıx 5, yəni -1. Modulda -1, o da bərabərdir 1'ə. Bu da kiçik bərabərdir 5, doğrudur, bu həldir. C bəndini yoxlayaq. 4 vur 2 çıxılsın 5. 8 çıxılsın 5, modulda 3, o da bərabərdir 3. 3 5'dən kiçik bərabərdir, bu da həldir. D bəndi yəni həll olmayacaq, yoxlayaq. 4 vur 3 çıxılsın 5 bərabərdir. Modulda 7 bərabərdir 7'yə. O da 5'dən kiçik bərabər deyil. Həlli olmayanı soruşur. Oldu D bəndi 3 həlli deyil. 9, 7 və 5 rəqəmlərindən istifadə etməklə rəqəmləri müxtəlif olan neçə 2 rəqəmi ədəd düzəltmək olar. Deməli, 9 ilə başlayan 2 dənədir 97 və 95. 7 ilə başlayan 2 dənədir 79 və 75. 5 ilə başlayan 2 dənədir 59 və 57. Bunu vurma prinsipi ilə yazmaq olar. Birinci rəqəmin 3 dənə fərqli halı var. 9, 7, 5. İkinci rəqəmdə isə yenə, daha doğrusu yenə yox, 2 halı var. Çünki təkrar ola bilməz. Rəqəmlər müxtəlifdir. Vurulsun 2, bərabər 6 tapırıq. Buradan da sayıb, buradan 6 dənə olduğunu görə bilirik. Cavab olur D bəndi 6. 28 və 42 ədədlərinin ortaq olmayan sadə vurğuların hadisini tapın. Ortaq vurğularını tapaq, sonra ortaq olmayanlarını oradan ayırıb hadisini taparıq. 28 2'ye bölünür 14, 2'ye bölünür 7, 7 7'ye 1. 42 2'ye bölünür 21 alınır, 3'e bölünür 7 7'ye 1. Ortakları 2'dir, bir de 7. Onda ortak olmayanlar burada bir 2 kalır, bir tane de burada 3 kalır. Olur 2 vurulsun 3 bərabərdir 6. D bəndi 6. 126 ədədinin 7'də 4 hissəsi hansı ədədin 1000'də 375 hissəsidir. Tapaq 126 ədədinin 7'də 4 hissəsini bərabərdir. İxtisar yaparsaq 7'yə 12'də bir dəfə 56'da 8. Alınır burada 18 vurulsun 4. O da bərabərdir 72'yə. Hansı ədədin 1000'də 375 hissəsi bərabərdir 72'yə. Burada hər iki 125'ə bölünür. Burada qalır 3. Burada qalır 8. Onda alın x bərabərdir 72 vurulsun 3'də 8. 72 3'ə bölündü alınır 24 vuruq 8'ə.
8 vurdu 32, 2 yazıq, 3 yadda, 8 vurdu 2, 16, 3 deyəndə 19. Cavab oldu 192. Diaqramda fermadakı keçi, inək və qoyun haqqında məlumat verilmişdir. Fermada 200 keçi varsa inəklərin sayını tapın. Deməli, birinci inəklərə uyğun bucağı tapaq. Deməli, alfa üstə gəlsin. Alfa üstə gəl 40 dərəcə, üstə gəl 160 dərəcə bərabərdir 360 dərəcə olmalıdır. Buradan alır 2 alfa bərabərdir 360 dərəcə çıxılsın 200 dərəcə. Alfa bərabərdir 160 böl 2, yəni 80 dərəcə. Bizdən soruşur inəklərin sayı. İnəklərin bucağı isə alfa üstə gəl 40-dır. Onda olacaq alfa üstə gəl 40 dərəcə bərabərdir 80 üstə gəlsin 40, yəni 120 dərəcə. Bu inəklərə uyğun bucağın ölçüsüdür 120 dərəcə. Deməli, 200 keçi var, alfa 80 dərəcəyə 200 keçi uyğun gəlir. Bizdə 120 dərəcəyə olacaq x. Çarpaz vursaq 80 vurulsun x bərabərdir 120 vurulsun 200. Sıfırla bu 0 silirik, 120 də 8-ə bölündə alınır 15. X bərabərdir 15 vurulsun 20, yəni 300 inək. İnəklərin sayını tapın, oldu 300. Verilmiş ifadənin qiymətini hesablayın. Sürət və məxrəc tək-tək hesablayaq, sonra yerinə yazarıq. Deməli, 7-də 3 vurulsun, olur bizə 90-da 38 çıxılsın 3, yəni 35. 7-də 3 vurulsun 90-da 35. Sürətin qiymətidir. 7 və 35 bölünür. 7-yə burada qalır 5. 3 və 90 bölünür, qalır burada 30. Olur 30-da 5 və ya 6-da 1. Məxrəci sadələşdirək. Dövrdən azad elə yazaq adi kəsr şəklində. Olur deməli 900-də 16 çıxılsın 1 və ya 900-də 15. Bu da 5-ə bölünür 300-də. Daha doğrusu 900-ü 5-ə böləndə 3'ə bölə daha doğrusu 900 3'ə böləndə 300, yuxarıda isə 5 alınır 60'da 1. Olmalıdır 6'da 1 bölünsün 60'da 1 və ya 6'da 1 vurulsun 1'də 60. İxtisar yaparsak alınır 10. İfadənin qiyməti oldu 10.